Hamıya salam. Bugünkü mövzumuz frontendin əsaslarından biri olan HTML barəsində olacaq. Ümumiyyətlə HTML nədir, nə üçün istifadə olunur? HTML əsasən web saytların və web applicationların strukturun, yəni quruluşunu yaratmaq üçün istifadə olunur. Hansı ki biz hər hansısa bir web sayta girdikdən bizim qarşımıza çıxan ilk hissə, hansı ki orada şəkillər, buttonlar, düymələr, başlıqlar və s. var. Bunlar hamısı HTML sayəsində yaranır, belə deyək. HTML özünün mənası Hypertext Markup Language deməkdir. Yəni hipermətin işarələmə dilidir. Hansı ki biz bu dil vasitəsilə saytların strukturlarını qura bilirik. Ancaq biz bu dillə heç bir hesablama və yaxud da bir məntiqi funksiya yerinə yetirə bilmirik. Buna görə də HTML proqramlaşdırma dili sayılmır. Ancaq proqramlaşdırma dillərində istifadə olunsa belə o proqramlaşdırma dili sayılmır. Bunu nəzərdə saxlamaq lazımdır ilkdən. HTML-ın strukturu var. Necə ki, hansısa biz web sayt quranda bu strukturlarla çox zaman istifadə edirik. Struktur nəzər yetirsək, bu hissə bizim əsasən yuxarı hissə bizim header hissəmiz adlanır. Sağ və yaxud da sol hissədə bizdə əsəyidlər olur. Orta hissə bizdə əsasən section hissəsi adlanır. Burada article və yaxud da sectionlar olur. Aşağı hissəsi bizdə isə footer hissəsi olur. Əsasən web saytlar bu struktura nəzərən qurulur. Gəlin ilk web saytımızın təməlini quraq və gələcək dərslərimizdə həmin o web saytın, həmin o strukturun üzərində davam edək. İlk öncə bizə bir kod editor lazımdır. Bunun üçün mən VS Code istifadə edəcəm. Bura VS Code yazıb axtarış etdikdə ilk gələn sayta klik edirik. Və bizdə VS Code açılır, öz saytı açılır. Burada yükləmək üçün Windows'da download for Windows etdikdə kompüterimizə yüklənəcək. Məndə var olduğuna görə yükləmirəm. Həmin o sizə göstərdiyim struktura hazır bir saytda nəzər yetirsək, yuxarı hissə dediyim kimi bizim header hissəmizdir. Burada hansı ki menü hissəsi, logo hissəsi, axtarış hissəsi və s. kimi var. Geridə qalan body hissəsi, yəni bu main hissəsi isə bizim həmin section və article olan hissələrdir. Aşağı hissəyə nəzər saldıqdan hansı ki bunlar dediyim kimi main hissələrdir. Aşağı hissə isə bizim footer hissəmiz sayılır. Hansı ki burada copyright ola bilər, linklər ola bilər, sosial linklər və yaxud da menyular ola bilər. Visual kodu yüklədikdən sonra mən burada bir example yaratmışdım. Hansı ki göstərmək üçün bunu buradan təmizləyək. Bura ilk öncə qeyd edeyim ki, biz öz yazdığımız kodları və yaxud da yazdığımız hər hansısa bir layihəni və yaxud da saytı test eləməliyik, hansı ki görməliyik nə yazmışıq. Bunun üçün extension yükləmək lazımdır. Bunlardan biri live serverdir. Bunu yükləmək lazımdır. Install etdik və live server yazdıqda install gələcək. Bunu install elədikdə avtomatik yüklənəcək və aşağıda ikonu gələcək. Ondan da əlavə biz taqlarımız olacaq, hansı ki avtomatik bunlara bağlamaq lazımdır. Bunun üstündə biz auto-close tag var, onu istifadə edə bilərik. Bu iki extension yüklədikdən sonra ki gələcək extensionlarda digər videolarda başa salacaq nə işə yarayır. Keçək ilk layihəmizin strukturuna və ilk təməllərimizi başlayaq. Dediyim kimi və bu təməl üzərində digər dərslərimizi də keçək və sonunda bu dərsinin HTML dərsi və CSS dərsinin sonunda bir sayt hazırlayaq. İlk öncə başlayaq. Burada doctype nədir? Doctype özü, bu barədə salın. Doctype'ın özü əsasən bizim bu səhifəni və yaxud da saytın HTML5 olduğunu göstərir. Yəni bu sənədin HTML5 olduğunu göstərir. Aşağı endikdə HTML-lang az var. Bu nədir? Bu bizim aşağıda qeyd etdiyimiz kimi bütün kodların və yaxud da taqların içində olan səhifənin dilini göstərir. Azərbaycan dilindədir. Burada eng ola bilər, misal üçün rus ola bilər, TR ola bilər və s. kimi şey olur. Sonra bizim başlıq təqlərimiz var, yəni head var. Burada çox vaxt səhifə haqqında məlumat olur. Burada meta ola bilir, meta təqləri, title təqləri, daha doğrusu desək. Ondan sonra bizim gələcəkdə istifadə edəcəyimiz link taglər olur və s. Bunlar hamısı
bu yəni başlıq dedikdə, yəni baş hissə, əsas hissə bu hissədə olur. Ondan sonra body taglərimiz var və ən əsas da bizim HTML taglərimiz var və görürsünüz ki, bu HTML tagləri doc type-ından sonra yazılır. Yəni bizim yazdığımız bütün kodlar bunların içində olmalıdır. Yəni vacibdir. Bunların içindən kənarda olduqda işləməyəcək. Yəni işləməkləri ümumiyyətlə problem olacaq. Əsasən bu iki tagin arasında bütün kodlar yazılır. İstifadəsini görə biləcəyi ilk hissə isə body hissəsidir. Burada da qeyd etmişəm. Biz bunun içində header hissəmiz, main hissəmiz, footer hissəmiz olacaq. Bunların indi başa salacağım. Keçək meta hissəsində charset UTF-8 nədir? Bunlar UTF-8 yəni bütün simvolları və bütün dilləri dəstəklədiyini göstərir. Buna Azərbaycan dili də daxildir, digər dillər də daxildir. Waveport nədir? Waveport əsasən biz saytlar yazanda responsiv yazırıq. Responsiv həm mobildə, həm desktopda və digər cihazlarda işləməsi üçündür. Yəni biz sayt yazmışıq misal üçün. Kompüterdə girəndə sayt tam açır, amma mobildə girəndə sayt açılmır. Bunun üçün biz responsiv yazmalıyıq ki, yəni istifadəçilərin çoxu mobillə girir. Mobildən girəndə sayt tam rahat açılsın istifadəçi üçün. Deyək ki, biz saytı responsiv yazdıq, amma Waveport işlətməliyik. Bu zaman bizə problemlər yarana bilər responsivliyində. Title hissəsi isə bizim saytımızın başlıq hissəsidir. Hansı ki, biz burada nə yazsaq, saytımızın başlıq hissəsində o görsənəcək. Yəni, buna misal olaraq burada da göstərəm. Misal üçün, burada VS Code yazılıb. Bizlər indi live server işi saldıqda bizdə də həmin hissədə görsənəcək. Dediyim kimi, body hissəsində isə bizdə istifadəçinin görə biləcəyi hissələrdir. Bura ilk öncə göstərdiyim struktura nəzərən bir header yaradırıq. Onun aşağında bir main, yəni bunun içində bir sectionlar və s. kimi yaza bilərik. Bir də footer tagimiz var, bu da aşağı hissəmizdir. Bunun içindən, yəni headerdir, footerdir, maindir, bunların içlərinin daxilinə daha doğrusu nə yazılır, necə məna gəlir, gələcək dəstəmizdə başa salacağım. Qısa bir sadəcə burada göstəriş edeyim. Body tagin içinə bir misal üçün main yazaq və bunun içində biz başlıq taglərimizi və paragraf taglərimizi yazaq. Ümumiyyətlə bizim 6 başlıq tagimiz var. Bunlar H1-dən H6-ya qədər sıralama ilə düzülür. Bura H1 yazsaq və yazsam salam, bu mənim ilk dərsimdir. Nida. Və biz bunu gəlib live serverdə işə salsaq, gördüyümüz kimi gəldi. Və H1 tagində böyük ölçüdə, yəni böyük yazı tipində görsənəcək. Gələk ikinci bəhs etdiyim bu hissəni bir dənə kopyalayaq, hər dəfə yazmağa ehtiyac olmasın. İkinci dediyim H2 taginə və H3 taginə, H4, H5 və H6 taglərini. Bunları sıralayaq və sayta qaydaq. Burada gördüyümüz kimi salam mənim ilk dərsim, bu mənim ilk dərsimdir. H1, bu H2, H3, H4, H5 və H6 olaraq gedir. Böyükdən kiçiyə gördüyünüz kimi yazılar düzülür və ölçülər də böyükdən kiçiyə azalır. Bundan əlavə bizim paragraf tagimiz var. Paragraf tagi ilə sadəcə VS Code-da B yazdıqda avtomatik P yazdıqda özü avtomatik gəlir. Bura misal üçün salam yazaq, həmin ki eyni mövzunu yazaq. Bundan da əlavə biz yazıların arasında məsafə qoymaq istəyiriksə, bizim BR tagimiz var. Yəni break mənasına gəlir, kəsmə mənasına. BR yazırıq, enter edirik. Bir BR-li formada göstərəcəm. Gördüyünüz kimi arada bir məsafə var. Bir də BR-siz formada göstərsəm. Bir dəqiqə. Aradakı məsafə qısaldı gördüyünüz kimi. Bu da bizim paragraf hissəmizdir. Hansı ki burada biz mətnlər və s. kimi hissələr olur. Onlar da paragrafın içərisində yazılır. Ondan əlavə bizim HR tagimiz və yəni HR tagimiz var, belə desək. HR tagi-də bizim saytımızın hər hansısa bir yazının arasında uzun bir xətt atır. Bundan əsasən bəzən biz olur ki, hər hansısa bir yazını və yaxud da hər hansısa cümlələri
və yaxud da necə deyim, hər hansısa menyuda məsafələr qoymaq istəyirik, xətlərdən fərqlənmək kimi və s. kimi bizim yazacağımız sayta, bizim yazacağımız tapşırığa, taska uyğun olaraq o dəyişə bilir. Yəni bundan istifadə olunur. Bunun da ölçüsünü böyütmək, kiçiltmək, rəngini dəyişmək olur. O barədə gələcək dərslərimizdə hamısını başa salacağam. Yəni ümumilikdə ilk dərsdə olaraq nədir doctype, nədir, language az nədir, ilk strukturu necə qurulur, H1, P1 bu barədə başa salmaq istədim. Bundan da əlavə biz deyək ki, ilk failimizi yaratmaq istəyiriksə, VS Code-da yəni açdıqdan sonra burada sağ klik edib new file yaradırıq. Bura yazırıq misal üçün dərs 1.html. Yazıb enter etdikdə bizə boş bir səhifə gələcək. HTML yazmalıyıq, çünki biz bunu yazmasaq bizdə yazdığımız kodları görməyəcək. Windows istifadə edənlər, yəni VS Code-u Windows-da yüklü olanlar Shift nidaya, yəni Shift nida düyməsinə klik elədikdə bizə iki seçim gəlir. Burada birinci hissəyə klik eləsək, bizə hazır strukturu zaten yaradacaq özü. Yox, əgər bundan istəmirsinizsə, əllə istəyirsinizsə, əllə də yaza bilərsiniz bu formada. Yəni hər formada işləyəcək. Bugünkü mövzumuz bura qədər idi. Gələcək dərsdə qaldığımız yerdən davam edəcəyik. HTML bitəndən sonra CSS dərslərimiz və JavaScript, React dərslərimiz də olacaq və dərslər artdıqca yazdığımız layihələrin və yaxud da yazdığımız, işlədiyimiz tapşırıqların GitHub olaraq verəcəm. Hansı ki, bu videoya baxıb yeni başlayanlar oradan baxıb öz üzərlərində çalışa bilərlər və yaxud da yeni nəsə öyrənə bilərlər. Gələcək videoda görüşmək ümidi ilə.